Hamıza salamlar dostlar, mən Rüzgar dostlar. Görmüş olduğunuz kimi minnəcik skinimlə qarşınızdayım dostlar. Dostlar, bugün mən Playgroundda tüm serverlərin part 2'yi çəkirəm dostlar. Videoya keçək onda. Görmüş olduğunuz kimi tüm serverlərim. En son bilmirəm hardasa qalmışdı. Nəysə, yeni düzəltdiyim serverlərə baxaq. Bəli. Yeni sevgilerimden olan ana, bakın beğensi yaramaz uşaqların anası. Ananın skinini dəyişdirmişəm, mən özüm kimi eləmişəm. Biraz böyüdür və baba var dostlar, yəni ata. Ata da beğensi idi. Nəysə, banka var, bank var. Bunu beğensi qoyaq dostlar. Hə. Bank var. Bunu mən düzəltmişəm. El yapımı bir bankdır. Burada Melon'un ofisidir. Melon'un bankıdır. Burada Melon'un ofisidir və burada pullar var. Qızıllar, burada pullar. Burada da gerçəkçi şeylər var. Müştərilər var. Pul şeylər, çəkilər. Sıradakı sevimiz isə Bay Pumpkin Yolan. Baxın, Bay Pumpkin Yolan. Mr. Pumpkin deyirlər buna. Yani mən Türkçe çevirdim və Bay Pumpkin Yolan yazdım. Ben Mr. Pumpkin yazanda bu gələcək. Mr. Pumpkin mənim dostumdur dostlar bu. Öz dostum eləmişəm. Bu arada bir video çəkmişdim. Yaramaz uşaqlarla mənim yeni skinim necə oldu. Bir dəqiqə dostlar, videonu dayandırım gəlirəm. Bəli dostlar, orada boyum birazcık uzun idi. O şeyde videonun başında gösterdiğim skinde, ama o ayrılırdı birbirinden. Ona göre ben de şey dedim, onu düzelttim ve balaca boya çevirdiğim kimi şey oldu, ayrılmadı. Neyse, bu Baxi budu. Bunu reklamla köçürmüşüm. Neyse, başlayalım. Catnap'ti dostlar, Catnap. Beləncə ağzından qazlar fışqırır. Beləncə Among Us'lar göstermiştim. Deney 1 var dostlar. Ay, bunu kapsüldə bir şey eləmişdim. Ona deney 1 yazmışam. Deney 2 var. Deney 2 beləncədir. Və deneydə 3 var dostlar. Deney 3. Neyse, dövülmüş, ben onu zaten bilirsiniz. Serilerin part 1'de göstermiştim. Ve ev var dostlar. Ev. Bu arada yaramaz uşaqları indilik göstermeyeceğim. Çünkü maraqlı bir şey olacak. Görmüş olduğunuz için uzaqdan tutmuşam. Beləncə ya da göstərim dostlar. Baxın, yaramaz uşaqlarında sifəti beləncə olub. Yaramaz uşaqlar 2-də isə əllərində silahdır. Burada da mən varım dostlar. Uzanmışam beləncə. Beləncə şeylər olur ha. Türkçə, hamaq türkçələr deyirlər. Nəysə, oy lət. Nəysə, burada Mr. Pumpkin var. Ondan sonra ise burada yaramaz uşaqların anası ile atası var. Ana burada yemek pişirir ve ata ise burada oturup belə nəsə edir. Neyse, fabrika var, fabrika. Fabrikanı yeniləmişəm. Deyəsən göstermiştim hansısa bir bölümdə. Konteyner fabrikası dostlar. Oy bilet oyun kası diye. Neyse. Fabrika biraz da sığmadı. Orada da görmüş olduğunuz kimi köhnə skinimlə Pumpkin var. Köhnə Pumpkin. Niye Pumpkin var? Ona görə neyse. Futbol var, futbol. Futbolda da elə həminkilər beləncədir. Bu arada kitabı da təzələmişəm və xəstəxana. Neyse. Gəlsən, sevlərimdə xəstəxana yox idi. Bütün sevlərimi eləyəndə xəstəxana yox idi. Orada şey var ha, orada hastane yazılıb sevlərimdə. O yox idi deyəsən. Bilmirəm, var idi, yox idi. Göstərim yenə. Burada futbol oynayırlar. Bax, mavilər vs qırmızılar. Mənim ən sevdiyim rəng mavidir. Sizin ən sevdiyiniz rəng nədirsə yorumlara yazın. Mənim ən sevdiyim rəng 3 dənə rəngdir. Yaşıl, mavi və qırmızı. Nəysə. Baxın, beləncə eləyək. Baxın, beləncə riski davazat düşür. Ondan sonra gol! Mavilər golü attı. Nəysə.
Hapishane var. Hapishane də deyəsən yox idi dostlar. Nəysə bilmirəm, yəni yadımda qalmayıb. Yenə də göstərim bunlar. Nə deyəsən göstərmişlər. Bu da tum 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 sahur var. Burada da Mutlu Ağac arkadaşlardan şiddətli bir çizgi filmdən o şey yaşıl var. Bilmirəm adım Flippy idi deyəsən. Bir dəqiqə dostlar videonu dayandırım gəlir. Bəli dostlar, burada polislər var və burada da şey var. Melondan Popkin. Bunlar burada odacı. Bu arada dostlar, yaramaz uşaqlar hapsdən qaçır videosu gəlsin. Nədənsə hapsə düşüblər, ancaq bilmirəm. Hastane var, hastane, xəstəxana. Bəli, xəstəxananı da dəyişdirdiyim xarakterlər beləncədir. Burada yaramaz uşaqla atası var. Burada həkim var. Bu arada bu şeylər, əməliyyatda olanlar nəsə türüyüb, onları dəyişdirməmişəm. Nəysə, imam var dostlar, imam molla. Molla var gedib ehsana aş tıxıb, Yasin oxumamış bu üçün bırnaxıb. Beləncə əlində çərəkəsi var dostlar. Mən düzəltmişəm bunu da. Nəysə, kəpçə var. Kəpçəni də zaten bilirsiniz. Mavi konteyner var. Qırmızı konteyner var. McDonald's'ı bilirsiniz. Mega Buy Popkin var dostlar. Bunu yeni eləmişəm. Sadəcə papağı var. Nəysə, Mega Apple var. Dostlar, bunu mən burada melonu götürmüşdüm. Bu Mega melonu. Ondan sonra rəngini dəyişdirmişdim dostlar. Və beləncə bir başına da alma taxmışdım. Baxın, görmüş olduğunuz kimi başına da alma taxmışdım. Zaten boğazdan görürsünüz, yamyaşıldı. İstərsiniz siz Mega Apple yaza bilərsiniz, amma yenə də Mega Apple'dan əsarət heç nə gəlməyəcək. Among Us-ı bilirsiniz, Melon Marketi bilirsiniz. Düzəltdiyim yerdən okula baxaq dostlar. Bu düzəltdiyim yenə okuldur. Beləncədir yəni okulda, məktəb. Məktəb beləncədir dostlar. Burada o şey var. Burada biz varıq, yaramaz uşaqlarla mən. Burada da sinifimiz. Oy bilet. Mən nəsə bir səhv elədim. Bir dəqiqə dostlar, videonu dayandırım gəlirəm. Bəli dostlar, qaldığımız yerdən davam edirik. Bəli, burada da digər uşaqlar var. Burada şey var. Bilirsiniz, müdürü zaten hamı tanıyır. Və burada da basketbol var. Basketbolda qırmızılar və isə mavilər. Həmişə qırmızılar və isə mavilər. Burada da aşçı var, şef. Deyə yemək pişirir. Ancaq ondan sonra hər şey dağıdır. Əsəbləşir, nəsə yemək pişirə bilmir, dağıdır. Nəysə. Oyuncaq Apple dostlar. Oyuncaq Apple. Beləncə oyuncaq Apple. Biraz sındırır. Buna bax. Oyuncaq melon. Dostlar, melonun qutusunda niyə bıçaq var və üstündə niyə bombalar var deyirsinizsə, bilirsiniz ki, melon oyunun ana karakteridir. Nəysə, baxın, sındırır, qaçsan kimi qutusuna, oy, biraz qapışdı. Nəysə, yanır melon. Oyuncaq Popkin var dostlar, oyuncaq Popkin. Oyuncaq Popkin'də beləncədə yebişmək var, çünki yeyilə bilir. Oy be. Bunların hamısı modla idi, amma mən türkcə çevirdim. Və mənim əl yapım düzəltdiyim parti var dostlar, parti. Nəysə, partidə beləncədə. Arada dostlar, mən bunun nəsə bir şey demişdim. Mənim fikirim bu idi dostlar. Bunu xoşlamışdım. Sonunda fikrimi dəyişdirib getdim, dəyişdirdim fikrimi. Ona görə bunu yenidən kopyalayacağım. Bir dəqiqə videonu dayandırım, gəlirəm. Bəli dostlar, partiya minnacık vücudumu saldım. Nəysə, burada da şey var, mən varam. Adıma bu arada skin eləyəndə Rüzgar yazıram, öz adımı yazıram dostlar. Nəysə, savaş arabası var, savaş arabası. Burada Mr. Popkin'lə mən varam. Bu türkcə, bu İngilizcə idi, amma mən türkcəyə çevirmişəm. Bax, burada
silah var. Mr. Pumpkin de orada sürüyor. Uçan adam var. Uçan adam. Uçan adam. Uçan adam. Allah silahı saçdım şeylərə. İndi dostlar buna follow deyək. Follow deyək. Baxaq görək. Nə qəş, nə tər uçurmuş. Uy, bilət pis uçur. Dostlar çox yaxşı tutduğun deyə bilmərəm. Pis uçur. Nəysə. Uçan ev var. Uçan adamdan keçdiyi uçan evə. Teknoloji, mən onun sandbox teknolojisi bunda yaratdı. Burada fərq etdiysəniz mənim köhnə skinim var, onu dəyişdirəcəm. İndi şeydir, bunu şeydir, roketlərin ikisində çalışdıraq. Bir roket bərk güclü, bir roket yavaş. Çox yaxşı uçmuş. Uçan adam kimi olsun. Evet. Uçan evi göstermiştim, ne diyorsan? Ha, göstermiştim. Neyse, kendi gösterək adım. Neyse. Vinç var dostlar, Vinç. Bunu da ben eləmişəm. Hamısı əl yapımındandır. Bazıları ancaq moddur. Burada isə şey var, yaramaz uşağın ikinci versiyası var. Əlində silah tutur. Burada da şey var, yaramaz uşaq var. Yaramaz uşaq biri də yoxdur. Partini zaten gösterdik. Neyse dostlar, bu videonun daha sonuna geldik. Umarım beğenmişsinizdir. Sizin dəstəyiniz və sizin sağlamlığınız mənim üçün çox önəmlidir. Sevirəm, öpürəm. Bye bye.